Salam dostlar, xoş gördük yanınızı. Məhərrəmlik ayı münasibəti ilə istədim ki, İmam Hüseyn əleyhissalamın bir kəlamını qardaşı Muhammed ibn Hənəfiyyəyə yazdığı vəsiyyətindən bir hissəni sizinlə paylaşım. Deməli, Kərbalada tarixi bir qiyam baş verdi, bu aydın məsələdir və tarix boyu insanlar çalışırlar ki, bu hadisəni izah eləsinlər, təfsir eləsinlər və müəyyən aydınlıq gətirsinlər. Amma onunla yanaşı düşünürəm ki, bu hadisəni elə qiyam edən şəxsin özündən soruşsaq, öz dilindən eşitsək daha faydalı olar. Yəni, qiyam edən şəxs, qiyama rəhbərlik edən şəxs İmam Hüseyn əleyhissalamın dilindən eşitsək ki, nəyə görə belə bir qiyam baş verdi, nəyə görə belə bir üsyan baş verdi, məncə bu daha yaxşı izah olar. Çünki biri var kimsə qıraqdan öz başa düşdüyünü desin, bir də var bu işi görən şəxsin öz dilindən eşidək ki, onun bu işi görməkdən məqsədi nə olub. Deməli, İmam Məkkəyə çıxanda, Məkkəyə doğru gedəndə, Mədinədən çıxıb Məkkəyə doğru gedəndə, qardaşı Muhammed ibn Hənəfiyyəyə bir məktub yazır. Və o məktubda deyir ki, Yəbnəl Hənəfiyyə, Ənəl Hüseynə yəşhədu ən la iləhə illəllahu vəhdəhu la şərikə ləh. Birinci baxın, imam da olsa yenə də öz inancını qeyd edir. Buyurur ki, ey Hənəfiyyənin oğlu, bil ki, Hüseyn şahidlik edir ki, şəhadət verir ki, Allah təkdir, şəriki yoxdur. Və ənə Muhammedən abduhu və rasuluhu, Muhammed onun qulu və elçisidir. Cəə bil haqqı minə indil haqq. O, haqq olan Allahın dərgahından həqiqəti gətirib. Yəni, Quranı və ya ümumi dini. Və ennəl cənnətə və nərə haqqun, cənnət və cəhənnəm haqdır və ennəl səətə ətiyətun lə rəybə fiyhə və qiyamət gələcək, bu barədə heç bir şübhə yoxdur. Baxın, imamdır. Allahın yer üzərində höccətidir, amma yenə də bu primitiv dinin o ilk pilləsi olan əsas məsələləri qeyd edir. Deyir, mən şahidlik verəm ki, Allah var, təkdir, qiyamət var, cənnət var, cəhənnəm var və s. Və ennəllaha yəbə'su mən fil qubur və Allah qəbirdə olanları dirildəcək. Mənim üçün əsas olan bu hissədir. İmam burada qiyamının hədəfini izah edir. Buyurur ki, və ənni ləm əxruc əşrən və lə bətaran və lə mufsidən və lə zalimən. Mən cah-cəlal üçün, nə bilim, dünya taxt-tacını sırf əldə etmək üçün, yer üzündə fəsad törətmək üçün, zülm etmək üçün qiyam etmirəm. Və innəmə xarajtu li tələbil islahi fi ümməti cəddi sallallahu aleyhi və aleyh. Mənim əsas məqsədim budur ki, cəddimin ümməti içərisində islah tələb edim. Yəni, islahat tələb edim. Uridu ən əmrə bil ma'ruf. Mən istəyirəm ki, yaxşı işlərə dəvət edim, əmr edim. Və ənhə anil münkər. Və pis işlərdən çəkindirim. Və əsirə bi sirati cəddi və əbi Ali ibn Əbi Talib. Və atam, babam Peyğəmbərin və atam Əli ibn Əbi Talibin yolu ilə gedim. Baxın, imamın qiyamının əsas hədəfi budur. İmam buyurur ki, mən istəyirəm islahat tələb edim cəmiyyət içərisində. İslahat nə zaman lazım olur? İslahat o yerdə lazım olur ki, orada artıq işlər düz getmir. Orada artıq zülm var, fəsad var. Və belə yerdə islahat tələb olunur. Mən istəyirəm islahat olsun və mən istəyirəm yaxşı işlərə dəvət edim, pis işlərdən çəkindirim və babamın, Peyğəmbərin və atam Əlinin yolu ilə gedim. Və dostlar, bu imamın qiyamının əsas hədəfidir. Bu bizə nəyə göstərir? Bu bizə onu göstərir ki, biz bugün Kərbala hadisəsini, Kərbala qiyamını, bu tarixi hərəkəti yaşatmaq istəyiriksə, ilk növbədə bu hədəfə köklənməliyik. Nəyə görə bunu deyirəm? Çünki Əli Şəriətin çox gözəl bir sözü var. Bayaq elə video hazırlamamışdan qabaq onu oxuyurdum. Əli Şəriəti buyurur ki, imamın əsas yanğısı susuzluq yanğısı deyildi. İmamın əsas dərdi su içmək dərdi deyildi. Onun ən böyük yanğısı ləbbeyk yanğısı idi. Yəni, insanların onun dəvətinə, onun çağırışına gəlməmələri idi. Bəli, bu tarixdə baş verən bu qətl hadisəsi, yəni Kərbala çölündə imamın, övladlarının, yaxın dostlarının, silahdaşlarının qətlə yetirilməsi, bu böyük bir faciədir. Bunu heç kim dana bilməz. Bu faciənin böyüklüyü tək bu fiziki müstəvidə ölçülmür. Burada öldürülən şəxslərin kimliyi də çox önəmlidir. Yəni, müsəlmanların gəlib iman gətirdikləri Peyğəmbərin nəvəsini öldürmələri bu
faciəni qat-qat artırır. Yəni bu faciənin fiziki yönü ilə yanaşı mənəvi yönünü də artırır. Bu bir faciədir, bu danıla bilməz və biz hər il Məhərrəm ayında bu faciəni yad edirik. Necə ki, tutalım, hər bir millət öz tarixində baş vermiş müəyyən faciəli günləri yad edir. Biz də bu bəşəriyyət üçün olan bu faciəli günləri yad edirik. Ümumbəşəri bir dəyərə malik olan bu faciəli günləri yad edirik. Amma burada birinci dərəcəli hədəflər var, bir də ikinci dərəcəli hədəflər var və ya daha dəqiq deyim, əsas hədəflər var, köməkçi hədəflər var. Əsas hədəf nədir? Əsas hədəf budur. O ki, deyir, islahat aparmaq istəyirəm və cəmiyyətdə ədaləti bərqərar eləmək istəyirəm. Yəni, imamın sözündən bu çıxır. İslahatın əsas hədəfi ədaləti bərqərar eləməkdir. Yaxşı işlərə dəvət etmək istəyirəm, pis işlərdən çəkindirmək istəyirəm, fəsadın kökünü kəsmək istəyirəm. İmamın əsas hədəfi budur. Birinci nömrəli və birinci dərəcəli hədəf budur. Bəli, köməkçi hədəflərə gəldikdə, bunlar məsələn mərasim keçirməkdir, sinə vurmaqdır, nə bilim, göz yaşı tökməkdir. Bunlar lazımdır, çünki hədislərimizdə gəlib, imamlar buyurublar ki, Məhərrəm ayı gələndə 10 günə əza saxlayın, göz yaşı tökün, filan, bunlar lazımdır. Amma bunlar, dostlar, vasitədir, hədəf deyil. Nə mənada? Məsələn, məscid vasitədir, məscid hədəf deyil. Məscid tikmək bu vasitədir. Nəyə görə? Çünki orada artıq İslamın olduğunu bizə göstərir. İnsanlar orada cəm olurlar, Allaha ibadət edirlər. Müəyyən sosial, mənəvi problemlərini həll edirlər. Biz məscidə əsas birinci nömrəli hədəf kimi baxsaq, o zaman məscidlər bugünkü kimi forması olacaq, içi boş olacaq. Amma biz məscidə bir vasitə kimi baxsaq, o zaman əsas hədəf nədir? Əsas hədəf insanın özü olacaq, insanın mənəvi təkamülü olacaq, insanın həm fizik, həm psixoloji, həm sosial təkamülü olacaq. Ona görə burada baxış çox önəmlidir. Mərasimlər də o cür, əziz dostlar, mərasimlər də o cür. Mərasimlər, yəni Kərbəla ayı, Məhərrəm ayı gələndə Kərbəla hadisəsini ki, biz yenə hər il yad edirik. Burada məqsəd sırf o göz yaşı tökmək, o hadisəni təkrarlamaq, orada baş verən faciələri hər il qeyd etmək deyil. Bunlar sadəcə olaraq o hadisəni diri tutmaq üçün vasitədir. Birinci nömrəli əsas hədəf nədir? Birinci nömrəli əsas hədəf budur ki, biz imamın istədiyi bu hədəfə çataq. Yəni, imam bizdən istəyir ki, biz neyniyək? Ədaləti riayət edək, haqsızlıq etməyək. Məsələn, əgər bir insan bu tərəfdən Məhərrəm ayı gələndə qəmlənirsə, göz yaşı tökürsə, tutalım məclislərdə aktiv iştirak edirsə, amma digər tərəfdən, məsələn, ticarətində aldadırsa, haqsızlıq eləyirsə, rüşvət alıb, rüşvət verirsə, insanların haqqını pozursa, kimlərsə narahat edirsə, əxlaqsızlıq edirsə, zina edirsə, yəni bu insan artıq imamın hədəfinə çatmayıb, imamın istədiyi hədəfə çatmayıb. Çünki imamın əsas məqsədi cəmiyyətdə islahat aparmaqdır. İmamın əsas hədəfi şəhid olsun, biz ona ağlayaq deyil. İmamın əsas hədəfi bütün əhli-əyalını, bütün övladlarını, qohumlarını, dostlarını qurban versin, biz hər il məclis təşkil edib ona sinə vuraq. İmamın hədəfi bu deyil. Bunlar vasitədir, dostlar. Bunlar o hadisəni diri tutmaq, o hadisəni daha çox insanlara çatdırmaq üçün vasitədir. Ona görə mənim demək istədiyim budur ki, əgər biz Kərbəla hadisəsini yaşatmaq istəyiriksə, birinci növbədə imamın hədəflərinə diqqət cəlb etməliyik, diqqətimizi yönəltməliyik. Çünki həqiqətən çox acıdır ki, mən həmişə bunu düşünürəm və özümdə çox kədərlənirəm. Çox acıdır ki, Kərbəla kimi, İmam Hüseyin kimi, İslam kimi dəyəri olmayan bəzi ölkələr, hansı ki orada ateizm hökm sürür, onlar sosial ədaləti bərpa ediblər. Bizdə isə hələ də biz sosial ədalət cəhətdən ciddi əziyyət çəkirik. Yəni adamlar gəlirlər bizə baxanda avtomatik olaraq verdiyimiz mesajlara baxırlar. Biz onlara nə mesaj veririk? Baxın, imamın hədəfi nədir? İmam burada fərdi psixoloji amildən danışmır. İmam burada sosial məsələdən danışır. Deyir, cəmiyyətdə fəsad var. Mən istəyirəm ki, bu fəsadın kökünü kəsin. Bu imamın sözüdür, mənim sözüm deyil. İmam deyir ki, mən istəyirəm cəmiyyətdə fəsadı aradan aparım. Mən istəyirəm cəmiyyətdə ədalət olsun. Mən istəyirəm cəmiyyətdə zülm olmasın. Biz bu şüarla çıxış edirik və dünyaya mesaj ötürük və iddia edirik ki, bu mesajlar ümumbəşəri mesajlardır, qlobal mesajlardır. Bütün insanlar gəlib buna əməl etsin. Qarşı tərəf müxatab, bizi dinləyən, baxır ki, biz sosial cəhətdən də bunlardan geriyik. Ədalət cəhətdən də bunlardan geriyik. Hər cəhətdən bunlardan geriyik. Yəni, nə
sosial bizdə nizam-intizam var, nə düzəməlli bir təhsil var, nə düzəməlli bir səhiyyə var, heç nə yoxdur. Yəni bu sözün bütün müsəlman ölkələrinə aiddir. Müsəlman ölkələrinin vəziyyətinə baxanda biz acınacaqlı halı müşahidə edirik. Yəni bu gün başqaları, hansı ki məsələn tutalım Yaponiya, Cənubi Koreya, Çin, Buddist ölkələrdir. Hər cəhətdən bunlar inkişaf ediblər. Təhsildə bizdən öndədirlər. Səhiyyədə bizdən öndədirlər. Sosial normalar, sosial etik qaydalar bizdən öndədirlər. Texnika, texnologiya, hər nə sadalasız bizdən qabaqdadırlar. Bizim biraz mənəvi dəyərlərimiz var. O da ki, göz önündə. Yəni hansı həddədir, getdikcə də onsuz da aradan gedir. Yəni bu insanlar bizim sözümüzə mi baxsınlar, əməlimizə mi baxsınlar və haqlı olaraq bu iradə bildirəcəklər ki, sizin dəvət etdiyiniz şey yaxşı olsaydı, elə birinci sizi qurtarardı. Və insanlar avtomatik olaraq mesajı sorğuluyurlar, dostlar. Yəni, siz təsəvvür edin ki, biz nə qədər burada günah daşıyırıq. Biz Kərbəla hadisəsini önə çəkirik və bütün bəşəriyyətə, ümumbəşər bir mesaj ötürürük. İmam Hüseynin burada adını önə çəkirik. Və adamlar təbii ki, bizə baxıb ona qiymət verirlər. Necə ki, biz başqalarının iddialarına, dəvətlərinə, mesajlarına, onların əməlinə baxıb qiymət veririk. Və burada biz nə edirik? Mesajımızı da gözdən salmış oluruq. Adamlar belə irad bildirirlər ki, əgər sizin verdiyiniz mesaj yaxşı olsaydı, elə birinci sizi qurtarardı. Sizi qurtarmayıbsa, o zaman bizi də qurtaran deyil. Və biz sizin mesajınızı almadan da sizdən yaxşı vəziyyətdə yaşayırıq. Ona görə, əziz dostlar, mən, yəni şəxsi qənaətim budur ki, bunlar bizdən soruşulacaq, qiyamətdə bizdən soruşulacaq. Sən Hüseynin adını önə çəkib bəşəriyyətin mesaj verirdin, amma sənin özün o mesajlara əməl etmirdin. Sən sosial normalara, sosial məsələlərə həmişə laqeyd yanaşırdın, sən tutalım. Mən demirəm, bir insan dursun, ümumbəşəri bir iş görsün. Xeyr, öz çərçivəsində, öz həddində, yəni məsələn, təhsil sahəsində bir iş görsün, digər sahələrdə bir iş görsün, xeyir iş görsün. Yəni, daşıdığı ünvanın gözəlliyini insanlara çatdırmaq üçün müsbət bir iş görsün. Daha da ləkə olmasın. Ən azından etdiyi nalayiq əməllərlə o daşıdığı ünvana ləkə gətirməsin. Bunlar bizim məsuliyyətimizdir. Ona görə Əli Şəriəti haqlı olaraq buyurur ki, özü zülm altında olan insanların durub Hüseynə ağlaması, İmam Hüseynə yas tutması, bu bir mənada paradoksallıq var burada, həqiqətən paradoksallıq var. Sən nəyə ağlayırsan? Sən kimə ağlayırsan, nə üçün ağlayırsan, heç özün də xəbərin yoxdur. Aydın dostlar, mən çox uzatmaq istəmirəm. Burada mesajı, mənim mesajdan başa düşdüyüm budur. İmam Hüseynin mesajından anladığım budur. İmam istəyir ki, ədalətli cəmiyyət olsun. Və biz nə qədər ki, bu ədalətdən uzağıq, amma eyni zamanda İmam Hüseynin adını önə çəkib yekə danışırıq. Bu fakt belədir, yekə danışırıq, böyük iddialar edirik. Bu məsuliyyəti var. Bu məsuliyyətdən qurtulmaq üçün və bu mesajı layiqincə insanlara çatdırmaq üçün birinci özümüzdən başlamalıyıq. Haqsızlıq, zülm, nə bilim, məsələn, hərdən mən görürəm bəzi dindarlar fırıldaq iş gördüklərini o qədər fəxrlə danışırlar. Məsələn, ticarətçidir, fırıldaqçılıq etdiyini o qədər belə şövqlə danışır, sanki böyük bir iş görüb. Gedir orada da sinə vurur, məsələn. Bu ləkədir, bu sənin daşıdığın ünvana ləkədir. Aid olduğun o ünvana ləkədir. Ona görə biz buradan başlamalıyıq. Ümid edirəm faydalı oldu.